Gülə. Ay Gülə. Sen arkamdaki kimdi? Arkamdaki kimdi? Sesi çıkmıyor. Ay Gülə sesi çıkartdana. Ses çıkardı da bilmirsən. Sen tərifləmək istəyirdim, tərifləməyəcəm. Çağırırım ay Gülə, söz soruşasın. Tərifləmək istəyirdim səni. Yalan. Yox, elə eləmə, elə. Əsnə belə eləmə. Əsnə açılacaq, əsnə. Tərifləmək istəyirdim ki, sən ki bura gəldin, çıxdın. Ləpər və raza, malades tipi. Hə, Allah haqqı. Tipi malades. Düzdür, sabahki ağırları mən heç nə demirəm. Amma naper və raz paycıd. Bir həftə zulüm çəkəcəksən. Amma idmanla məşğul olursansa neçi bu? Onlar maçavaya kislata deyirlər. Onlar yanırlar, əriyirlər, onlar ağır verirlər. Böyle sümük kimi. Motivasiya, elə motivasiya edirəm da. Deyirəm ki, birinci dəfə üçün çox gözəl. Amma loğalanma, cızığından çıxarsan sürüşərsin. Yox, birinci dəfə üçün çox gözəl. Bax, bax sürüşəcəyik ha, ehtiyatlı qızlar. Bax, bizə centilmen lazımdır, qabağa düşsün. Sürüşəndə bizi tutsun. Buyur, buyur. Başla hindidən trekingə. Gör qocaları tuta bilirsən mi? Deyəndim, mən hələ düşürəm. Yox, rahatdır. Mən hələ düşürəm. Amma telefonum olmasa, sanki daha rahat düşərik də. Dur, telefon açsam. Heç nə olmaz. Ay balam, kimdir səni burada palçıqla tanıyan? Gör, bizdən gür isi gəl. Hamımız deyir, hər yerin palçıqdır. Naxaq yerə, elə sözü heç demə. Heç ağzına gətirmə. Ay sağ ol. Biz hələ indi suda olacağıq. O boyda şəlalədə çiməcəyik. Nə mundarlığız. Elə sözü heç vaxt demə. Biz gör, o arvadlar var. İndi mən yeşi əndam deyəndə özünüzü götürməyin. Siz ucu trekingə çıxmışsınız. O divanda oturanlar var. Yağ yığanlar. Onlardan fərqi gəlmiş siz bura əritməyə. Hərəkət, aktiv həyat.